Salam əməkdaşı dostlar, bu videoda mən sizə Bitget birjasında trade eləmək üçün hansı alətlərin olduğu haqqında məlumat verəcəm. Videonu sonacan izləyin, öz rəylərinizi, fikirlərinizi və layqlarınızı mütləq şəkildə qeyd eləyin. Həmçində xatırlatmaq istəyirəm ki, mənim göstərdiyim bütün videolar sadəcə olaraq informativ xarakter daşıyır və heç bir halda sizə yatırım məsləhəti vermir. Yatırım edib etməmək artıq bu sizin individual seçiminizdir. İndi isə gəlin baxaq görək Bitget birjasında hansı alətlər var ki, onlarla trade eləyə bilərik. Burada bir çox alət var və gəlin biz bunlara baxmaq üçün markets bölümünə girək. Təbii ki, balansı necə artırmaq lazımdır, qeydiyyat necə keçmək lazımdır. Bunlar haqqında videolar var. Qeydiyyat keçmək üçün link də videonun altında təbii ki olacaq. Qeydiyyat keçə bilərsiniz linkdən istifadə edib. Çünki linkdə həmçinin də bonuslar olur, həmçinin də refbacklər var. Hansı ki siz trade eləyəndə ödədiyiniz komissiyaların bir miqdarı sizin özünüzə qayıdır. Ona görə də link istifadə etməyi mütləq şəkildə yadınızdan çıxmasın. Gəlin indi baxaq görək hansı trade imkanları var. Bitget birjasında kripto üzərindən trade etmə imkanları var. Hansı ki bizə spotda, futuresda və yaxud marjinal trade imkanları verir. Mən spot üzərindən bir əməliyyatı göstərəcəm. Qalan əməliyyatlar haqqında zaten başqa videolar, yəni kanalımda var. Açıb izləyə bilərsiniz başqa videolar bölümündə digər trade növləri necə olur. İndi isə biz gəlin sadə bir trade eləyək. Məsəl üçün Ethereum kriptovalutası almaq istəyirik və bunun üçün biz Ethereum kriptovalutasının üstünə vururuq. Qiyməti hal-hazırda biz görürük, time frame görürük. Neçə dəqiqəlik? Yəni 2 dəqiqəlik time frame qoysaq, bir şam 2 dəqiqə deməkdir. 1 dəqiqəlik qoyuruq və baxırıq ki, hal-hazırda Ethereum $2125-dır. Trade düyməsini vurduqdan sonra biz limitlə də ala bilərik. Həmçinin də marketlə də ala bilərik. Limitlə almaq o deməkdir ki, biz order qoya bilərik. Məsəl üçün, mən order qoyuram ki, 2120-yə düşsə Ethereum, mənim üçün $100 Ethereum alsın. Belə bir order qoyuram və bu order həyata keçənə qədər burada gözləyir. 2120-yə düşəndə qiymət, təbii ki, mənim üçün bu order həyata keçəcək və mən Ethereumu 2120-dən almış olacam. Yox, əgər dərhal almaq istəyirəmsə, bu zaman market seçib, məsəl üçün, deyə bilərəm ki, $20 mənim üçün Ethereum al və buy Ethereum. Və bunu etdikdə, təbii ki, avtomatik olaraq bazarda olan yəni qiymət $2126. Bu qiymətdən mənim üçün Ethereum almış olur sistem və biz burada təbii ki balansımızda Ethereumu görə bilərik. Balansımızı yeniləyək və baxaq. Hal-hazırda görürsünüz $19.95, çünki qiymət oynadığına görə 3 cent 5 cent o tərəfə bu tərəfə ola bilir. Və gördüyünüz kimi hal-hazırda bu bizim balansımıza yansıyıb. Və buna spot trading deyirlər. Yəni bir coin'i alıb uzun müddətli saxlamaq, hold eləmək və yaxud cüzdanı atıb saxlamaq fərq eləmir, necə istəsəz eləyə bilərsiniz. Burada coinlər çoxdur, təbii ki coinlərin siyahısına özünüz baxa bilərsiniz. Həmçinin hətta qızılı da alıb saxlamaq olur burada. Yəni qızıla futures açmadan sadəcə olaraq qızılın belə deyək də tokenizasiya olunmuş versiyası XAUT, hansı ki $5059-dır. Siz təbii ki qızılı heç belə baxanda $5 da ala bilərsiniz. Məsələn, istəyirəm $5 qızıl almaq, $5 yazıram və buy XAUT edirəm və hal-hazırda mən $5 qızıl aldım və göstərir ki, nə qədər qızıl düşdü. Yəni çox sadədir və xırda məbləğlər də almaq olur. Futures trading isə o deməkdir ki, biz hansısa bir coin'in gələcəkdə hara yuxarı və yaxud aşağı gedəcəyinə bir növ proqnoz veririk və bizim proqnozumuz düz çıxırsa biz qazancdayıq, səhv çıxırsa təbii ki biz itkilər əldə edəcəyik. Margin trade isə bizdə olmayan bir coin'i satmaq deməkdir. Yəni hansısa bir məbləği bir növ zaloq qoymaq və həmin zaloq qarşılığında hansısa bir coin'i həmin miqdarda və yaxud daha çox miqdarda, yəni 2x, 3x-in satmaq və yaxud almaq kimi bir şeydir margin trading. Margin tradingin haqqında bu videoda danışan video çox uzanacaq. Ona görə də gəlin keçək növbəti alətlərə. Stok aləti var burada. Biz ümumiyyətlə stok bazarlarda olan hansısa bir şirkətlərə yatırım eləyə bilərik. Məsəl üçün, burada görürsünüz Strategy Incorporation və yaxud bizim tanıdığımız bir şey varmı burada? Baxaq. Məsəl üçün, Vistra Corporation, Baudi məsəl üçün Incorporation, bax, bunları biz ala bilərik və bunları alıb təbii ki saxlaya bilərik. İstədiyimiz qədər saxlaya bilərik. Bu futures kontraktları deyil, sadəcə olaraq on-chain halında sən məsəl üçün ala bilirsən. Tutaq ki, əgər bizə Nvidia lazımdırsa, biz Nvidia, Tesla, həmçinin Apple ala bilərik. Burada ideal tərəfi odur ki, komissiyalar aşağıdır, yəni yüksək komissiyalar yoxdur və biz stok tokenlər almış oluruq. Həmçində burada belə deyək də market stok tokenlər arasında perpişlər var. Yəni bir növ həmçinin stokun futuresi kimi bir şeydir. Yəni biz coin'in və yaxud həmin belə deyək də bir növ göstərilən şirkəti almırıq. Sadəcə olaraq onun qiymətinin qalxacağına və düşəcəyinə bir növ futures açırıq deməkdir bu. Metal bölümü var burada. Metallarda baxa bilərik. Qızıl kontraktları və yaxud digər məsəl üçün hansısa bir kontraktlar var burada. Palladium zad belə şeylər var. Stok tokenlərdə bildiyiniz kimi Nvidia, Tesla bunları almaq olar. Trade fee hissəsində bizdə həmçinin də var
belə bir maraqlı hissə, harda ki biz artıq Forex bazarında trade edə bilərik. CFDS adlanır, yəni bu hissə. Və biz məsəl üçün metallar üzərində, məsəl üçün görürsünüz, silver bildiyimiz gümüşdür. Həmçinin gümüş Avstraliya dollar qarşılığında, qızıl Amerikan dolları qarşılığında, həmçinin qızıl Avstraliya dolları qarşılığında, dollar, evro və yaxud digər burada baxın indekslər həmçinin var. US 2000 məsəl üçün və yaxud Nasdaq həmçinin və digər təbii ki, əgər hansılar tanıyırsınızsa Dow Jones var burada hətta. Forex hissəsində biz həmçinin dollar qarşılığı, məsələn, Türkiyə lirası trade edə bilərik dollar qarşılığı, Kanada dolları və yaxud digər, baxın burada evro qarşılığı da var. Yəni hətta cütlüklər burada həddindən artıq çoxalıb. Mən daha öncəki videolarımda biraz az idi, amma indi daha çoxalıb artıq. Və həmçində burada biz həmçinin natural qaz bildiyimiz kimi, həmçinin Brent oil, yəni birisi neft hal-hazırda qalxışdadır. Ümumən bu İran söhbətlərinə görə hal-hazırda neftdə dəhşətli dərəcədə qalxış var. Yəni bəli, bu dəhşətli dərəcədə qalxış deməkdir Forex bazarı üçün. Təbii ki, burada görürsünüz 119-120 dollara demək olar ki, yaxınlaşmışdı Brent nefti və hal-hazırda görürsünüz aşağı səviyyələrə gəlib düşüb. Və həmçində burada platinum var, VTI var, crude oil, yəni biz təbii ki, neft üzərində də burada trade edə bilərik. On-chain üzərində var burada müəyyən coinlər, amma on-chain-də biraz risk həddindən artıq çoxdur. Çünki on-chain-də hansısa blockchain üzərində olan tokenlərdir və bunların bəziləri hansısa bir skam eləyə bilər. Amma ona görə də burada ümumiyyətlə trade eləmək üçün çox diqqətli olmaq lazımdır. Məsəl üçün, tanınmış məşhur coinləri almaq olar. Birbaşa on-chain, məsəl üçün Cake, tutaq ki, tanınmış bir coin olduğuna görə almaq olar. ADA, məsəl üçün, bildiyiniz, zaten siz onu birjadan da ala bilirsiniz. Buradan almağa ehtiyac yoxdur. Ona görə də on-chain-də trade etmək artıq daha professional və daha çox araşdırma tələb eləyir. Ona görə də on-chain-də trade etməmişdən qabaq araşdırın məsələləri, araşdırın. Ümumiyyətlə, bu coinlər hardan gəlir, hara gedir və on-chain ümumiyyətlə nədir, nə deyil. Bu məsələ araşdıran sonra təbii ki, siz istəsəz on-chain-də trade edə bilərsiniz. Amma məsləhət görərdim ki, hal-hazırda on-chain-dən biraz uzaq durasınız, əgər siz yeni başlamısınız. Amma siz professionalsınızsa, təbii ki, on-chain-də araşdırma eləyib, hansısa pump-dump coinlərinə girib müəyyən bir qazanc əldə etmək olar. Amma bu da fakt deyil ki, siz həmişə qazanc əldə edə biləcəksiniz və ola bilər ki, siz ziyan da etmiş ola bilərsiniz. Ona görə də mən məsləhət görərdim ki, əgər belə deyək də bir növ trade eləmək istəyirsinizsə və trade eləmək istəyiniz varsa, stok bazarlardan başlaya bilərsiniz və yaxud trade feed-dən istifadə eləyib elə məsəl üçün qızıl daha stabil olduğuna görə və qızılla məsəl üçün daha rahat trade olunduğuna görə qızılla trade eləyib özünüzə experience yığa bilərsiniz. Yəni bir qədər trade bilik səviyyənizi artıra bilərsiniz. Belə dostlar, ümid edirəm video sizə informativ oldu. Öz fikirlərinizi videonun altında mütləq şəkildə yazın. Videonu like eləməyi də unutmayın. Kanala da abunə olun ki, növbəti yeni videolardan xəbərdar olasınız. Bu qədər dostlar, sağ olun və yeni videolar yenə olacaq.